Ona İbn-i Qayyim rahimehullah buyurur ki, namaz bu dünyada sevənlərin gözünün nurudur. Çünki namazda Allah Subhanahu wa Ta'ala danışığı var. Və Subhanallah, bu danışığa görə insanın gözünə sevinç gəlir. Qəlbi rahat olur. Nəfs sakitlik tapır. Bu ancaq və ancaq namazda olur. Və insan namazda Allahı xatırlamaqla nemətlənir. Və bununla ləzzət tapır. Və namazda insan Allaha yaxınlaşır. Namazda insan Allahın qarşısında boyun əyir. Və xüsusən də səzdə halında, səzdə halı hansı ki Allah Subhanahu wa Ta'ala qulun Allaha ən yaxın olan yeridir. Ona görə də Peyğəmbər sallallahu əleyhi və səlləm elə buna görə deyirdi ki, ey Bilal, bizi namazla rahatla. Allah Resulullah sallallahu əleyhi və səlləm bir növ sahabələrə öyrətdi ki, həqiqətən də Peyğəmbər sallallahu əleyhi və səlləm rahatlığı namazdadır. Gözünün nuru namazdadır. Ona görə də Allah və Peyğəmbərini sevən insan, ibadətə həris olan insanın gözünün nuru namazdadır. Amma qəflətdə olan insan və həmçinin namaza səhlənkar yanaşan insana isə görürsən ki, namaz ağır gəlir, çətin gəlir. Az öncə qeyd etdiyimiz kimi namazı qalxdığı zaman sanki bir közün üzərindədir. Yanan bir közün üzərindədir və o közdən o xilas olmaq istəyir. Və ona ən sevimli namaz da ən sürətli, ən tez olan namazdır. Çünki bu insanın bu namazında nə gözünə sevinç gəlir, nə də onun qəlbi o namazla rahatlanmır. Yaxşı, bəs insan necə namazla rahatlana bilər və necə namaz onun gözünün nuru ola bilər? Birinci növbədə qeyd edək ki, ümumiyyətlə, birinci şey ixlaslı olmaqdır. Hər bir əməldə bizdən ixlas tələb olunduğu kimi, hər bir əməl bizdən tələb olunur ki, o sırf Allah üçün olsun, namaz da belədir. Yəni, sən namaza getdiyin zaman, namazı qıldığın zaman yalnız və yalnız niyyətin Allah üçün olmalıdır. Yəni, insan namaza getdiyi zaman Allahın sevgisini güdməlidir və həmçinin Allahın razılığını güdməlidir və bilməli ki, namaza getdiyi zaman insan Allaha yaxınlaşır, Allahın əmrini yerinə yetirir və məqsədi yalnız və yalnız bu olmalıdır. Dünya mənfəəti yox, namaza görə mənə nəsə versinlər, namaza görə məni tərifləsinlər yox. Əksinə, sırf Allah üçün olmalıdır, yalnız və yalnız Allah üçün olmalıdır. Allahın sevgisi, məhəbbəti, Allahın əzabından qorxmaq və həmçinin onun mükafatına, məğfirətinə ümid etmək. Namaza getdiyi zaman insanın niyyəti, məqsədi bu olmalıdır. İkinci məsələ isə, namazda insanın qəlbinə necə rahatlıq gələ bilər? O namaz necə onun gözünün nuru ola bilər? İnsan namaza girdiyi zaman qəlbini bütün əlavə şeylərdən təmizləmək. Yəni, namaza girdiyi zaman insanın qəlbi tərtəmiz olmalıdır, boş olmalıdır və qəlbini bunun üzərində cəm eləməlidir. Yəni, onun qəlbində heç bir başqa niyyətlər, heç bir başqa düşüncələr olmalı deyil. Və ən gözəl formada, ən kamil formada həm zahiri olaraq, həm görünən, həm də görünməyən halda insan ən kamil, ən gözəl formada namazın içərisində olmalıdır. Və namazın da görünən və görünməyən tərəfləri var. Görünən tərəfləri insanın xarici feilləri yerinə yetirməsidir, əyilməsi və həmçinin qalxması, əgər ucadan sözləri deyirsə, o sözlərin eşidilməsi və s. beləxə. Bu namazın görünən tərəflərdir. Amma görünməyən tərəfi isə insanın xuşuda olması, insanın Allahın üzərinin nəzarətçi olmağını düşünməsi, həmçinin əvvəldə qeyd etdiyimiz kimi qəlbini boşaltması, qəlbini təmizləməsi. Yəni, o qəlbi sırf Allah üçün cəm eləməsi. Və bir məsələni qeyd edək ki, namazın həmən o batin, o görünməyən tərəfi sanki bir ruh kimi, can kimidir. Əgər o görünməyən tərəf düz olarsa, sağlam olarsa, deməli, insanın namazından götürdüyü pay nəsibi də bir o qədər çox olacaq. Yox, əgər o görünməyən tərəfi yəni düz olmazsa, görünməyən tərəfində başqa məşğuliyyətlər olarsa, Allah üçün olmazsa o ibadət, sanki bu bədəndir, lakin o bədənin heç bir ruhu, heç bir canı yoxdur.
Ona görə də insanın qəlbini namazda hazır vəziyyətə gətirməsi, sağlam vəziyyətə gətirməsi, sırf ibadət üçün cəm etməsi mütləqdir. Çünki deyir ki, bu namazın ruhu adlanır, namazın əsasıdır. Və üçüncü məsələ isə namazı Peyğəmbər sallallahu əleyhi və səlləm sahabələrin qıldığı kimi qılmaq və insanın buna həris olması. Əgər namaz belə olarsa, heç bir bidət olmasa namazda, heç bir artıqlıq, heç bir nöqsan olmazsa, Allah Rasulullah sallallahu əleyhi və səlləm necə qılıbsa, Peyğəmbər sallallahu əleyhi və səlləm necə qılıbsa, sahabələri radiyallahu anhum necə qılıbsa, deməli insan o namazla rahatlıq tapacaq. O namaz onun, deməli onun gözünün nuru olacaq. Dördüncü məsələ isə insanın namazda ihsan mərtəbəsində olması. Yəni Allahı görürmüş kimi ibadət eləməsi. Yəni insan bilir ki, və beşinci məsələ isə insanın namaza qalxdığı zaman düşünməsi ki, mən bu halıma görə Allaha minnətdar olmalıyam. Çünki mənə bu ayaq üstə saxlayan, məni bu namaza qaldıran, məni bu namaza müvəffəq edən və Allah subhanahu wa ta'ala xidmətə müvəffəq edən yalnız və yalnız Allah azza və cəllədir. Və insan bunu hər zaman düşünməlidir. Əgər Allah subhanahu wa ta'ala olmasaydı, o zaman heç bir şey olmazdı. Əgər Allah subhanahu wa ta'ala bizi müsəlman eləməsəydi, biz müsəlman olmazdıq. Əgər Allah bizə namaz qılan etməsəydi, biz namaz qılanlardan olmazdıq. Ona İbrahim Peyğəmbər Allaha dua edərdi ki, Rabbi cəalni muqimas salə və min zurriyyəti. Ey Rəbbim, məni də nəslindən olanlarla namaz qılan elə. Deməli, bunları insana müvəffəq edən, insanı bu kimi şeyləri ayaq üstə saxlayan yalnız və yalnız Allahdır. Və sonuncu məsələ isə insan namazı necə rahatlıq tapa bilər, namazda onun gözə necə sevinc gələ bilər. İnsanın hər zaman düşünməsi ki, mən nöqsan əhliyəm, mənim eyiblərim var, mənim təqsirlərim var. Çünki insan da bəşərdir. İnsan bilməlidir ki, o nə qədər ibadət eləyir eləsin, nə qədər Allah subhanahu wa ta'ala qiyamda dursun, yenə də Allah subhanahu wa ta'alanın haqqı daha əzəmətlidir, daha ucadır. Ona görə insan heç vaxtı öz nəfsini tərifləməli deyil. Mən hər hansı bir mərtəbəyə çatdım, məqama çatdım. Xeyr, insan bilməlidir ki, o nə qədər Allaha itaət eləsə də belə, nə qədər Allaha qulluq eləsə də belə, Allah subhanahu wa ta'ala ondan da çoxuna layiqdir. Və bilsin ki, Allah subhanahu wa ta'ala haqqını tamamilə ödəyə bilməz. Allah azza və cəllə haqqını kamilliklə ödəyə bilməz. Ona görə həmişə düşünməlidir ki, insan elədiyim azdır. Yenə də çoxaltmalıyam, yenə də çoxaltmalıyam. Ta ki, insanı ölüm gələnə qədər bu itayəti, Allah ibadəti çoxaltmalıdır və buna səy göstərməlidir.